Bu günləri Azərbaycan İdman Akademiyasında Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş elmi praktiki konfrans keçirilir. Konfransımız 2 gün ərzində davam edəcək. Akademiyanın bakalavr, magistr, doktorantların çıxışları nəzərdə tutulur. 67 çıxış nəzərdə tutulub, bugün dinləniləcək. Bugün idman analitikası və süni intellekt, elmi inteqrasiya mövzusunda 4-cü elmi praktik konfransda iştirak etdik. İştirakda səsləndirilən müxtəlif fikirlər, təqdimatlar çox maraqlı idi. Düşünürəm ki, süni intellektin tətbiqi ilə Azərbaycanda idman sahəsində daha da inkişaf əldə etmiş olacağıq. Bugünkü ben konferansta olduğum için çok memnunum. Uluslararası İngiliz dilinde, Rus dilinde, Azerbaycan dilinde, Türk dilinde birçok sunumlar yapıldı. Ben düşünüyorum ki böyle konular, böyle araştırmalar bizim uçağımıza, yani gelecekteki arkamızdan bizim genç nesillerimize örnek olabilecek.